Salam əziz dostlar, bugünkü dərsimizin mövzusu seçimlə bağlı əməliyyatların tətbiqi olacaq. Bunun üçün ixtiyari ölçülü bir fayl yaradırıq. Məsəl üçün bizim nümunədə 500-ün 500 ölçüsündə və resolution olaraq, yəni keyfiyyət olaraq 72 seçilir. Çünki bu vərəqin işlənməsi üçün yetərlidir. Seçim alətlərinin birinin köməyi ilə, məsəl üçün elliptical marker tool alətinin köməyi ilə ağ fonda müəyyən bir dairə cızırıq. Dairənin cızılması üçün shift düyməsi klaviaturada sıxılır və mouse'un sol düyməsi buraxılmadan müəyyən istiqamətə çəkilir. Və nəticədə ağ fonumuzda müəyyən bir seçim aləti formasında, yəni dairə əmələ gəldi. Bu dairəni hər hansı bir fonla, məsələn, deyək ki, qara fonla dolduraq. Bunun üçün biz rəng palitrasında qara rəngi seçirik. Bu çox vaxt palmalçini olaraq, yəni qəsdən tutaraq proqramda qəbul olunur. Rəngi konkret obyektə doldurmaq üçün bizim xüsusi alətlərimiz var. Bunun üçün biz əlbəttə müəyyən alətlərin köməyi ilə bunu yerinə yetirmək olar. O gradient aləti tipində Pen Basket tool aləti üzərində sol düyməni sıxırıq və beləliklə həmin dairəmiz konkret qara rənglə əvəzləndi. Digər yeni bir boş vərəq yaradırıq. Bu boş vərəqin də ölçüsünü konkret 500 piksel ölçüsündə qəbul edirik və OK düyməsini sıxırıq. Göstərilmiş vərəqin ağ fonunu qara fonla əvəzləyirik, yəni qara fonla doldururuq. Alətimiz əlimizin altında olduğu üçün sol düyməni sıxan kimi həmin alət də avtomatik olaraq qara fondan doldu. Aləti öz yerinə qoyuruq, yəni konkret Move tool aləti ilə əvəzləyirik. Bizim seçim alətimizdə, yəni seçdiyimiz çevrə konkret olaraq müəyyən sərhədlərə malikdir və biz bu çevrəni qara vərəq üzərində kopyalamaq üçün Edit menüsünə daxil olub Copy əmrini seçirik və vərəqin özünü seçib Edit menüsündən Paste veririk. Gördüyümüz kimi dairənin kopyası çıxarıldı və qara fonlu vərəqə yerləşdirildi. Nəticədə biz nə əmələ gəlir? Bizim yerləşdirdiyimiz dairədə müəyyən problemlər var. Yəni, dairənin kənar xətləri qara fonda avtomatik görsənir. Bu problemi həll etməyin qaydaları mövcuddur. Photoshop CS2-də, yəni bizim hal-hazırda istifadə etdiyimiz proqramın özündə seçim edən zaman seçimdə müəyyən yumşalıq etməyimiz kifayətdir. Bunun üçün Select menüsünə daxil olub Modify Contract əmri seçilir. Diqqət eləyək, bu əmr seçimin kənarlarını müəyyən neçə piksel istəyiriksə, o qədər daxilə sıxır. Yəni, daxilə gətirir. 2 piksel bizim nümunə olaraq seçildi və OK düyməsini sıxdıq. Gördüyümüz kimi bizim həm seçimimiz bir qədər yumşaldı, həm də artıq seçim dairənin kənarında deyil, onun bir qədər daxilində baş verdi. Bu göstərdiyimiz bu nümunədəki bu faylı silirik, Delete Layer düyməsini sıxıb Yes komandasını veririk, yəni faylımız olduğu kimi qalır. Digər bir faylımız isə Ctrl Copy düyməsini sıxmaqla və vərəqimizdə həmçinin Ctrl-V düyməsini vurmaqla həmin faylı yerləşdiririk. Ekranımıza diqqət eləsək, yəni vərəqimizə diqqət eləsək, hadisənin necə baş verdiyi hiss olunmur. Yəni, kopyaladığımız və yerləşdirdiyimiz dairə qara fonda görsənmir. Bu, onunla izah olunur ki, bizim bayaq Select menüsündəki tətbiq etdiyimiz əmrlə bağlıdır. Əgər biz konkret olaraq dairənin bu vərəqə yerləşib-yerləşmədiyini bilmək üçün sadəcə Layer panelinə diqqət eləməyimiz kifayətdir. Gördüyümüz kimi artıq Layer 1 adlanan xüsusi bir panel layer yaranıb və bu layerdə artıq biz dairəmizi görürük. Dairəmizi ətraflı görmək üçün biz sadəcə background fonunu söndürməyimiz kifayətdir və nəticədə biz dairəmizi tam olaraq ekranda görmüş oluruq. Bu seçimlə bağlı problemlər idi və problemlərin həlli qaydaları idi. Əlbəttə, sizə bu dərslərdə uğurlar arzulayıram və dərsi əyani olaraq özünüzün tətbiq etməyini tövsiyə edirəm.